Məkkə sazişi ilə bağlı nə düşünürsünüz? Məlum olduğu kimi, üç müsəlman dövləti bir araya gəldi. Üç müsəlman dövləti gücünü birləşdirdi. Türkiyə, Səudiyyə Ərəbistan və Pakistan. Məkkə sazişi. Və bu, hər tərəfli, bu ölkələr arasında əməkdaşlıq, strateji, yəni dostluq, qardaşlıq, hər baxımdan bir-birinə dəstək olacaq. Amma bəndlərin içərisində sadəcə bir məsələ də var. Əgər hansısa bir dövlət, hansısa bir ölkə bu ölkələrdən birinə, ya Türkiyəyə, ya Pakistana, ya da Səudiyyə Ərəbistana güc nümayiş elətdirsə, zənn elə ki, məsələn, İraq olsun, Səudiyyə Ərəbistana qarşı bir savaş açılırsa, bu eyni zamanda həm Pakistana, həm də Türkiyəyə qarşı savaş açmaqdır. Möhtəşəm. Bir müsəlman olaraq, bir Azərbaycan türkü olaraq, bir Erdoğancı olaraq bunu çox dəstəkləyirəm. Erdoğanın başı ərəblərə qarışıb deyənlər, Erdoğanın başı ərəblərə bu şəkil qarışıb. Dövr Osmanlı dövrü deyil, dövr o dövr deyil. Dövr Erdoğan dövrüdür. Adam çox ağıllı siyasət yürüdür. Adam çox içdən kimlə dostluq eləyəcəyini, kimlə masaya oturacağını, kimə hədə gələcəyini, kimi təhdid eləyəcəyini çox yaxşı bilir. Bax, siyasət budur. Qürur duydum həqiqətən, halal olsun. Mən bu Məkkə sazişindən çox ümidliyəm. Azərbaycan bu sazişdə yoxdur, ancaq mənim qardaş ölkəm, mənim qardaşım o siyahıda varsa, digər tərəfdə də təbii ki, Pakistan varsa, bu əlbəttə ki, Azərbaycanın xeyrinədir. Elə bil ki, Azərbaycana olan negativ hal Pakistanla Türkiyədə olmuş kimi olar. Heç Səudiyyə Ərəbistanı siyahıya qatmayam. Çox sevindim. Siz nə düşünürsünüz? Bu üçlü ittifaqın, bu sazişi, anlaşması, yəni Türkiyə üçün və bu üç tərəfdaş üçün, Pakistan üçün və eyni zamanda qardaş olaraq Azərbaycan üçün nə qədər əhəmiyyətli olacaq? Fikirlərinizi alın.